Salam, hər vaxtınız xeyir YouTube izləyicilərim. Çox qəşəng qiymətə paket kupça, evin də torpağın da kupçası çıxarışı olan həyət evimiz çıxıb satışa. 3 otaqlıdır evimiz, qəşəng qiymətlidir. Həqiqətən bu dəqiqə bazarda, yəni belə yaxşı təkliflərimiz azdır. 1,7 sotun içində tikilib, yəni təxmini 2 sota yaxın. Mən sənəddəki sizə rəqəmləri deyirəm. 1,7 sənəddə qeyd olunub. Evin kvadratı isə 82 kvadratdır, təmiz. Baxın, giriş hissəni belə bağlayıb cam balkonla dəyərləndirə bilərsiniz. Məsələn, burada ayaqqabılar soyunub birbaşa evə rahat keçə bilərsiniz. Gigiyenik baxımdan o qəşəng üstünlükdür. Evimizi əlavədən ev kimi alıb, ev sahibi indi biraz maddi ehtiyac olduğu üçün satır. İnternet xəttini çəkib, demək olar ki, elə belə hərdən gəlinib gedilən evdir. Baxın, mətbəxi tam əşyalı satsa, tam əşyalı dediyim bu mebellərdir. Evdən məişət çıxacaq, məsələn, soyuducu, paltar yuyan, televizor və idman alətləri çıxır evdən. Digər bu mebellər qalsa 73 mindir evin qiyməti. Amma əşyasız halda 70 min manatdır. Göstərirəm sizə qonaq otağını. Baxın, divan qalır, əşyalı satılsa stollar qalır. TV'nin altındakı stend qalır. Bura bizdə bir geniş yataq otağıdır. Evin kombi xətləri çəkilib. Evimiz yerləşir Abşeron rayonu Məhəmmədli qəsəbəsində. Kəndin quru, hündür hissəsindədir. Bura isə bir yataq otağıdır. Gördüyünüz kimi işıqlı, geniş evdir. Belə göstərim sizə. Gedək. Sanitarı da göstərim. Təqdimatımızı bəyəndinizsə videoya like qoymağı, dost tanışda ev axtaran varsa videonu göndərib ona ev tapmağında vəsilə olmağı, istəsəz göndərin, baxsın, gəlsin, alsın, sizə də çox sağ ol desin. Belə, Abşeron rayon Məhəmmədli qəsəbəsi, kəndin quru, hündür hissəsi İslam mərasim evinə yaxın 3 otaq, əşyasız 70 min manat, əşyalı halda 70 min, yox, əşya ilə 73 min manat, əşyasız 70 min manat. Əşyalı halda da idman alətləri və məişət avadanlıqları qalmır. Bir daha vurğuluyuram. Qəşəng qiymətli, paket kupça, evində torpağında kupçası var, ətrafı da sıx yaşayışdır, kommunallar da hər biri qoyulub. Zəngləri gözləyirəm, alana da satana da xeyir olsun. Kanala abunə olmağı, dəstək olmağı unutmayın. Öncədən təşəkkürlər, çox sağ olun, hələlik.